Salam dəyərli kanalımın abunəçiləri, növbəti bir mənzildə hamınızı salamlayıram. Bugün Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi Vital Klinikasının yanında yeni tikili 11 mərtəbəli binanın 9-cu mərtəbəsindəyik. Burada bir otaqdan 2 otağa düzəlmə və bütün otaqlarının pəncərəsi olan, qanuni 2 otaqdan heç bir proyekti ilə fərqlənməyən bir mənzildəyik. 65 kvadrat ölçülü mənzilin mətbəx hissəsindəyik. Baxın, belə bir gözəl mətbəx hissəsi var. Gün düşən, qarşısı açıq, fərahlı bir mətbəx hissəsidir və qurulmuş mətbəx mebelini görürsüz. Lazım olan aksesuarlarla təmin olunub, membrandan yığılıb, döşəmə qranit mərmər və istifoldan ibarətdir və mətbəxdən qonaq otağından eyvana çıxış hissə var və mətbəximizə mənzilimizin həm qonaq otağından, həm də yataq otağından daxil olmaq olur. Çox gözəl bir proyektdir. Həqiqətən də alıb yaşamaq üçün ideal bir təklifdir. Gənc ailələr üçün çox gözəldir, geniş bir mənzildir. Döşəmə qeyd etdiyimiz kimi qranit mərmər və istifoldan ibarətdir. Keçəcəm mənzilin giriş hissəsinə. Giriş hissəsindən mənzili sizlərə təqdim edəcəm. Xahiş olunur sona qədər izləməyi, kanalımıza abunə olub və videomuzu da bəyənməyi unutmayın. Qiymətdə ən sonda sizlərə qeyd edəcəm. Giriş qapımız burada yerləşir. Cəmi 3 mənzil var blokda. Çox mənzilli blok deyil. Daş binadır, bina qeyd etdiyimiz kimi. Baxın, belə bir koridor hissə var və bütün otaqların girişi demək olar ki, koridor hissədəndir. Burada qonaq otağımız yerləşir. Baxın, belə bir qonaq otağımız var. Kifayət qədər genişdir. Lazım olan əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz. Oradan yemək masanızı qoya bilərsiniz, divan qoya bilərsiniz. Televizor yeriniz iki istiqamətdə yerləşdirilib. Hətta bu istiqamətdə də çıxarılıb televiziya xətti. Bütün otaqlarda internet xətti çəkilib. Qonaq otağımızdan eyvana çıxış hissəmiz mövcuddur və mənzilin qarşısı açıqdır, gün düşən mənzildir. Mənzilin sənədi Kupçadır, dövlət ipotekasına tam yararlı bir mənzildir. Gənc ailələr üçün çox gözəl bir seçimdir, qeyd edirik. Və burada mənzilin hamam tualet hissəsi yerləşir. Hamam tualet aksesuarları da tam sıfır alınaraq yenisi ilə qurulub. Mənzildə qaz, su, işıq təminatı fasiləsizdir. İsti sistemin fərqli olaraq kombidir və bütün otaqlarda çılçıraq olsun, pərdədir, kombi bateriyası tam hazırdır. Yeni mebel dəstinizi gətirib köçüb rahatlıqla yaşaya bilərsiniz. Burada yataq otağıdır. Baxın. Gördüyünüz kimi gün düşür. Qarşısı açıqdır və mətbəxə yataq otağından da keçmək mümkündür. Sənəd Kupçadır. Birbaşa notarial qaydada alqı-satqı edə bilirsiniz və mənzilin alqı-satqı günü də mənzilin açarlarını ala bilirsiniz. Yəni bir ay falan gözləməyə ehtiyac yoxdur. Həmin gündə alqı-satqı günü də mənzil təhvil verilir. Baxın, bu şəkildədir əzizləyəcəyiniz. 65 kvadrat ölçülü mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Vital Klinikasının yanında, Dadaş Bünyadzadə küçəsində 11 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Mənzilimiz daş binadır, kupçalı binadır. 65 kvadrat ölçülü mənzilin qiyməti 152 min manat təyin olunub. Real alıcıya endirim gözlənilir. Daha da olan və ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilər və mənzilə əyani şəkildə baxa bilərsiniz. Mənzilin açarı məndədir. Gün ərzində mənzilə əyani şəkildə baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək.